Hörmətli izləyicilər, Şamaxı rayonunun Göylər kəndindən sizi salamlayıram. Növbəti Göylər söhbəti proqramında, videosunda sizlə həm söhbət olacaq. Söhbətə başlamamızdan və həm söhbətimi təqdim eləməmişdən əvvəl sizdən xahişim və dəvətim budur ki, bizim kanala abunə olasınız. Verilişlərimizi, çəkdiklərimizi bəyənərsinizsə ona like qoyasınız, rəy yazasınız, fikrinizi yazasınız, paylaşasınız və bütün bu gördüyümüz işlər heç bir təmanla güdmədən bunu vurğulamaqda məqsədim odur ki, bizim işimizin təyinatını siz də biləsiniz. Gördüyümüz bu işlərin bir dəyəri və paylaşımı, yayımı çox olsun. Həm söhbətim isə Göylər kəndinin məclislərində tez-tez iştirak edən, təkcə öz kəndimizlə yox, mən bildiyim qədəri ilə bölgəmizdə başqa məclislərə də qatılan və özünün ifası ilə, özünün ərkanı ilə, özünün davranışları ilə xüsusi seçilən bir insandır, bir dostumuzdur, həm kəndimizdir. Zurna Balaban ifaçısı Şahin Daşdiyevdir. Bəli. Şahin, xoş gördük. Xoş gündə olasınız. Bilsəm, əlbəttə bir toy adamına, bir məclis adamına suallar həmişə çox olur açığı. Düzdür, bizim de toylarımız haqqında mənim xeyli dərəcədə fikirlərim dəyişir, bəlkə bu yaşla bağlı olur, bəlkə bu nə bilim, bəlkə dövrün zamanında bir dəyişimi var, amma toy deyilən şey, bilirik biz qədim türk gələnəyində də, qədim türk ənənəsində də böyük bir hadisə olub. Onun bir adı da qurultay olub, yəni böyük müzakirələrin getdiyi, böyük məsələlərin həll olunduğu bir məclis hesab olunub toy. Toy adı altında. İndi adətən biz bunu nikah mərasimi kimi götürürük, amma onun öz deməli bir nətər deyirlər, sujeti var, başlanğıcı var, axırı var və s. Yəni bu istiqamətdə suallarımız var, amma mən istəyərdim ki, gəl atalarımızdan başlayaq. Çünki daha doğrusu sənin atandan başlayaq. Onun adı mən də tanıyırdım, bizə təbii Göylər cəmaatı bilir, qohumluğu da var, sizin də qohumluğunuz var. Deməli, sənətdə adı Hümmət olub, Əlsab Daşdiyev Göylərdə ilk qarmon ifaçılarından biridir. Amma mən xüsusi olaraq vurğulamaq istəyirəm ki, Əlsab əmi rəhmətlik mənim yaddaşımda və bəlkə də Göylər cəmaatının yaddaşında daha çox klubla qalıb. Yəni, o adam məclis toy şeyindən çox, adamı olmaqdan çox, daha çox klubu yaşadan bir Göylər kəndinin o məşhur klubunun deməli, həyatını yaşadan, orada səhnələr, səhnəciklər, tədbirlər keçirdən bir adam kimi yadımda qalıb. Amma sən ata kimi yaddaşında necədir? Sənə necə təsirləri olub? Qurban müəllim, ilk öncə salamlayıram hər birinizi. Sizi də, Ruslan qardaşımı da Allah köməyiniz olsun. Biz sənətkarların işlərini işıqlandırırsınız. Allah sizdən razı olsun, Allah köməyiniz olsun. Allah ölənlərinizə rəhmət eləsin. Rəhmətli atam hardasa 60-cı illərdən qabaqda təxminən Bakıda Mədəni Maarif Texnikumunun xalq sağlığı alətləri şöbəsində orada oxuyub. Sonra 60-cı ilin sonlarında eşitdiyimə görə gəlib bizim həmən bu klubda, bizim indiki mədəniyyət evimizdə. Orada bədii rəhbər kimi çalışıb belə o vaxtdan tayeli demək olar ki, ömrünün sonuna kimi həmən klubda mədəniyyət içində işləyib. İşlədiyi zamanda da elə ailə ansamblı yaradıb da elə bir zamanla rayon tədbirlərində, kəndimizin bütün işlərində, toy işlərində, mədəniyyət evində bütün bu işləri atam böyük zəhmət olub. Hamımız bilirik ki, bu mədəniyyət evinin
klubun açılışında, o sənədruğunda deyirlər iştirak eləyib, onun tikintisi vaxtda məşhur adamlar gəlib gedib. Yəni o klubun deməli yaşadılmasında Əshab əminin çox böyük rolu vardı. Amma mən bilmək istəyirəm ata kimi bu sənətdə o özü qarmon ifaçısı idi. Niyə görə məsələn sən qarmon ifaçısı olmadın, zurna balabana keçdin? Niyə nətər oldu bu şeylər? O vaxt müəllim deməli kəndimizdə elə bir şey musiqi zətən biraz elə bir şey çətinliyimiz var idi, da az idi. Elə Allah ölənləri rəhmət etsin, rəhmətli atam idi və barmaqla sananlar qədər idi də yəni. O da məsləhət gördü ki, bu sənəti, Qarazırnanı, balaban sənətini öyrətsin. İlk öncə 2-ci sinifdə oxuyurdum. Apardı məni Şamaxda Rus idi bu musiqi məktəbi vardı, orada işləyirdi. O üçün dedilər ki, elə evdə də özündə musiqi istəyən adama dedilər ki, bu uşağı elə gəlsin evdə getsin, öyrənsin, həftədə 2 dəfə, 3 dəfə belə gəlsin, öyrənsin. İlk öncə bu klarnet sənətinə başladım, 2 yaşım. 2-ci sinifdə oxuyurdum. Rus müəllimin yanı, Rus müəllimidir, amma notla bilir. 6 ay həmən müəllimin yanına getdim, bir rəhmətə gedib o adam. Sonra elə bir şey, atam evdə məşq edirdi yatanla, o qarmonla ifa edirdi, deyirdi təkrarla. Mən də klarnetdə həmən şeyi təkrar edirdim. Ay yavaş-yavaş, tədricən gəldim, çıxdım. Elə bir şey 8-ci sinifdə oxuyanda o vaxtı bu Qarazırna ifaçıları müəllimimiz Rasim Ələsgərovdur, sonra Asəf əmidir, Allah rəhmət eləsin. Gəlirdilər bizim kəndə, toylara gəlirdilər. Bu alətdən çox, bu alət nəsə elə bil ki, Qarazırna səsi ürəyimə yapışdı. Elə atamla da məsləhətləşdik, dedi, gedək. Bu alətində biraz nəfəs almaq problemi çətindir. Burunla gələk nəfəs alasan, ötürəsən alətə. Bu Firudun kişi var, Ələkbərov Şamaxda. İlk müəllimim bu Qarazırna sənətində o oldu. Bu nəfəs almağı falan öyrətdi. Bunu yəni ki, evdə bilənimiz yox idi də, yəni müəllim yanına getdim. Sonra tədricən elə dediyim kimi də atam ifa edirdi, öyrədirdi evdə. Hardasa o klarnet sənətinə 12 dənə mahnı öyrənmişdim. 12 dənə mahnı öyrənmişdim. Sonra yavaş-yavaş 50, 60, 70 əzən atamla da yavaş-yavaş eləncə öyrəndim. Sonra elə bil ki, eyni zamanda da bu sənətdən qabaqda rəhmətli anamla da üzr istəyirəm, bir nağara tikmişdi. O vaxt sizin yadınıza gələrdi, kətə alət, musiqi alətləri falan yox idi. Bu teşlə zanla, nə bilir, paltar zat deyirdi. O vaxt girəndə elə maşın qəzəlidirin zadın üstünə şırqı ilə zadına gelirdi, alət yox idi. Bir nağara tikdi, yox, bir özünün diametri, nə bilim, bir 30 idi, o bir sözünün diametri 20 santimdir, əyri-dəli də belə bir nağara idi. Əvvəl sənətim ya nağara ilə başladım, atamın yanında nağara sənəti ilə başladım. Sonra qoşuya keçdim, sonra bu sənətə elə gəldim çıxdım da bu. İlk məclislər nə vaxt oldu və hara, kimə getdin, nətər oldu? Məclisə çıxmaq? O təxminən xatırlayıram, valla. Mən 8 yaşımdan elə bir şey atamın böyründə köməkçi kimi də ad olub. Ben de yalandan da o vaxt uşaq nə ifa eləyər. Bu nadirən mi var aşağıda, bax. Allah belə xəyalıma gəlir ki, ilk toyum orada olub, onların bir həyətində olub. İlk toyum orada olub, birinci toyum. Soruçlar da xatırlamıram. Sən heç düşünmədin ki, məsələn, başqa təhsil alasan, falan eləsən, bəlkə. O vaxt biz indi yaşıdıq da, sözün birbaşa mənasında, yəni eyni ildə doğulmuşuq. O illərdə məsələn, müxtəlif sahələr üzrə oxumaq, ali təhsil almaq falan. Sənin ürəyindən keçmədi ki, o dövrdə? Keçmişdi, amma biraz nə bilim, elə kəsavatlı oldu falan, mən nəsə alınmadı işlərim, gedə bilmədim. Mən doğrusu tam səmimi bu fikirdəyəm ki, hətta bu barədə bir dəfə bir rəydə də yazmışdım ki, Şahin Daşdiyev bilmirəm hansısa bir etapa çatsaydı, bilmirəm o təhsil idi, bilmirəm özü daha çox artıq vaxt və əmək sərf eləsəydi,
hətta təltiflərə qədər gedə biləsi bir sənətkar olardı. Onun yenə deyirəm, hələ o özünün davranışı, əxlaqı və s. biraz tərif biraz çox olur. Amma söz gəlində deyəsən, eyni zamanda sənətkarlığını da heç də məsəl üçün xalq artistlərindən qulaq asırıqda geri qalmır. Niyə böyük, mən bilirsən onu gətirmək istəyirəm, niyə böyük arzular olmadı, niyə böyük səhnələrə çıxmaq istəyi olmadı, niyə bunlar baş vermədi? Burası elə çətin sualdır valla. Nə bilim, o ilahi qismət deyim, yoxsa necə deyim, elə bil ki, mən əvvəl Sabir Safxozunda olurdum. Orada da elə musiqi məktəbi var, Mərəzənin Təklə uşaq musiqi məktəbi var, orada bir 10 il işlədim oradası. Sonra orada Sabir Safxozunda evim var idi, oranı dedim satın, gedim nə bilim yaşamağa ya Bakıya fikrim elə bir var idi. Sonra nəsə müəyyən problemlər yarandı, nəysə kəndə gələsi oldu. Ondan sonra nə bilim elə başım qarışdı toyları ilə, bölgələrdə ora get, bura get, başım qarışdı da təhsil zatamsı yaddan çıxdı, getdi. Bəs məsələn, maraqlıdır, bəs heç vaxt istəmədin, arzulamadın ki, can atmadın ki, məsələn, televizora çıxasan? Televizora həvəsən vallahi, elə o vaxtdan bu vaxtdan nəsə qaçıram o televizordan, nəsə, elə ki, kanımdadır, yox nədir, çəkinəm və sonra getmək. Heç əvvəllərdə indi da bir cür çıxmasını bölgəmizdə də məsələn 5 dənə zurna ifaçısı varsa, olan adı hallananda biri də mənim adım çəkilirdi məsələn. İndi də elə çəkilir, amma da indi əvvəlkilərə baxanda biraz zəifdir də, yəni ki, gəldim, çəkildim, oturdum. Biraz kənarda, ona görə biraz uzaqlaşdım. Bəs o böyük sənətkarlarla təmaslar oldu mu, hansısa bir şəkildə? Şamaxda da var elə Rasim Ələsgərov, adım familiyasını düz dedimdə mən bilən o var, o ağac çəkişini qeyd elədin. Belə bəlkə deyirəm, onlarla təmas, kontakt böyük arzular yaradardı. Yaxud kimsə demədi, gəl televizora çıxaq, bir harasa gedəsən. Deyən oldu, bu Allah rəhmət eləsin, Aşıq Vüqar var idi. Bir il yarım hardasa Vüqarla o vaxtı işlədik. Aşıq Mahmudun oğlu rəhmətdir. Bəli. O çox dəvət elədi ki, gəl. Elə həm yaşlıyıq, daha sapotumuz vardı yaşda da. Münasibətimiz də çox gözəl idi, Allah rəhmət eləsin. Çox təklif elədi ki, gəl, mən sənə kömək eləyəcəm, belə, elə. Nəsə qaçdım, getmədim. Şahin, bizdə belə bir təsəvvür var ki, bəlkə də bu bir illüziyadır, bəlkə səhv təsəvvürdür. Mən də elə girişdə də dedim onu. Güya toylarımız get-gedə o öz əvvəlki şeyini itirir, sambalını itirir. Nə düşünürsən? Doğrudan elədir, yoxsa səhnədən nətər görünür toylarımız? Bax, bu nədir? Nə dəyişikliklər baş verir? Müəllim, valla o sizin də yadınızdadır, məndən də gözəl bilirsiniz. O vaxtı toylarımız elə bil ki, çox yüksək səviyyədə gedirdi. İndiki toylara baxanda, nətər deyim, belə daha tam var idi toyda. İndi biraz elə bil ki, sadələşib, adiləşib. O vaxt məsələn, adi deyəndə ki, muskantı musiqistləri danışırdılar, yaxşı qulluq edirdilər, qulaq asırdılar, nə bilim, hər cür yaxşı təsirat bağışlayırdı. Amma indi biraz nəsə, elə bir ki, o da öyle. İndi biraz nəsə. Yox, heç olmasa, məsələn, qara zurniyaya, balabana, qulaq asan, sifariş verən olurmu? Yoxsa elə klarnetdən istifadə edirsən? Yox, klarnet aləti elə bir ki, köməkçi alət kimi bugün ansambla kömək məqsədi ilə, reklam məqsədi ilə elə mən klarnetdə çox əlim yoxdur. Mən ancaq bu iki alət bunlar. Qara zurnan. O elə ki, mən bu sənətdə qalmağımın səbəbkarı bu alətdir. Qara zurnan. Şahin, musiqiçinin xüsusi sevdiyi havalar, xüsusi sevdiyi ki, ay Allah bunu məsələn məclisdə kimsə şeyliydi, sifariş veriydi falan, belə şeylər var məsələn, onu ifa edəndə belə ayrı bir şey alasın. Valla indi hərənin zövqü bir cürdür. Mən də məsələn zövqümdə belə, ürəyimdə məsələn belədir ki, mən elə o vaxtdan o şəkli, Allah rəhmət eləsin, ələbsər şəkli var idi, qara zurna ifaçısı. Elə 5 dəqiqə vaxtım olurdusa məsələn, gedib o kaset var idi, o keçmişdə mən
disklə. Qoşurdum onu, oturdum bölündə qulaq asırdım. Elə ki, oyla dururdum, oyla yatırdım da. Bax, o bir qaboy alətinin səsi, bir də bu zurna alətinin səsi özü o rəhmətliyin ifasında çox, yəni ki, xoş deyirəm. Sonra məsələn bizim Rasim Ələsgər, o rəhmətli, Allah rəhmət eləsin, Qələm Şəhmin müəllimim olub. Bunların ifası, yəni ki, qulaq asırsan, asırsan da ləzzət edir adama. Bəs özün tutalım ki, bax, bunu mən ifa eləyim, hər dəfə bunu ifa eləsəm yaxşı olar, toylarda, nə bilim, tək olanda, yaxud belə bir ovqat gələndə, xüsusi olaraq belə sevdiyin hansısa bir hava olar, havacıt olar, nə bilim, bir muğam olar, nəyi çalmağı, ifa eləməyi xoşlayırsan? Nə bilim, elə bu xalq mahnılarımızı, muğamlarımızı indi başardığım qədər də bu musiqidə belədir ki, dənizdir və indi hələ bir qaşıq, para qaşıq nə götürdü odur. Mən də valla başardığımda indi göz qabağındadır da, yəni gücüm çatan mən eləyirəm da. Musiqiçilər mənə elə gəlir ki, məclis barədə daha çox şey bilirlər. Toyda iştirakçıları deyirəm. Baxırsınız, toylarda kim nətər aparır özünü, kim yaxşı oynayır, kim pis oynayır. Hə, o iştirakçılar. Aydın məsələdə, elə el cəmat, bəzi var, məsələn, bir təbəqə ki, məsələn, qəşəng oynayırlar, rəqs edirlər, elib gedirsən başqa təbəqə, yəni ki, oynamaq qabiliyyətləri biraz zəifdir da, yəni ki, belə də, yəni bu kəndlərə də böləndə belənsinədir. Bir kənd yaxşı oynayır, bir kənd Mərəzənin Nabır kəndi var, məsələn, oraya gelirsən, hansına baxırsan, elə bilirsən, rəqs məktəbi qutarıb da, elə də kəndə gedirsən ki, görürsən ki, o da öyle, yəni. Yeri gəlmişdən, bizim kəndin rəqs qabiliyyəti nətərdir? Orta. Orta. Bəs o məşhur bir söz var, bilmirəm o nə dərəcədə düzdür, deyirlər ki, göylər cəmaata. İndi mən də istifadə eləmişəm, yer gələndə deyirəm, şeydə falan da. Göylər cəmaatı muğama çox qulaq asır, nə bilim, qayda qanunlarını çox bilir. Bu doğrudan belədir, yoxsa biraz belə şişirdilmiş bir şeydir? Yox, elə valla indi mən də deyim, bütün Azərbaycanı yox, bu Şirvan bölgəsini gəzirəm da, yəni ki, elə həm də kəndimizdir deyə yox, amma hər cəhətdən həm, necə deyim, mədəniyyət, bu dinləmə baxımından, qulaq asmaq baxımından, iştirak eləmək baxımından, bütün sahələrdə də elə bir ki, biraz bizim cəmaatımız, Göylər kəndimizin cəmaatı, mədəni cəmaatdır. Bəzi indi bölgələrimizə düşürük da, indi olur da, üzr istəyirəm, meşə çaqqalsız olmaz, belə bir məsələ var indi. Hər cür insanlar var da, amma qıraqlara baxanda bizim kəndimiz daha gözəl, daha yaxşıdır. Həm də ki, bəzi kəndlərə gedirsən, bir də görürsən ki, daha üzr istəyirəm, indi bilmirəm, bu lentə gedəcək, getməyəcək, bir də görürsən, ağsaqqal kişi də gəlir. Deyirsən, bu ya heyvacılı oynayacaq, ya tərəkim oynayacaq, gəlir ki, nə bilməyək, İran mahnılarından biri qoşu oynayıb. Yəni ki, belə şeylər olur. Bizim kənddə ancaq eləncə hallar, nadir hallarda olur da. Sizin ansambulcularda? Bu münasibətlər necədir? Yəni, musiqiçilər arasında münasibətlər necədir? Bu necə tənzimlənir? Necə olur ki, bir qrup adam ansambul yaradır. Ansambulun bir adı var da, ansambul elədir, gərək bir-birindən tutasan, falan eləyəsən. Bu necə əmələ gəlir? Ansambul necə yaranır yəni? Vallahi bax, mən o vaxtı kəndimizə gələndə elə bir ki, elə üsvəs düşdü da. Bu bizim elə atamın şagirdidir, həm də biz ağsaqqalımız, böyümüzdü, İlman müəllim Nuriyev. O buradaydı, yəni ki, bir də bizim xanəndəmiz vardı o vaxtı, indi də toylarımıza gəlir, iştirak edir, Ziyəddin Səfərov. Bunlarla elə bir ki, görüşdük, söhbət elədik, dedik ki, bəs Göylər ansamblı yaradalım. Uşum, söhbət elədik, yığdıq uşaqları, o vaxt yadımda olanlardan, İlk Yankı Göylər ansamblının üzvərlər, Elman müəllim idi qarmonda, Eldəniz vardı, Hacı Məhəmməd Əlkişinin oğlu, indi Rusiyada olurlar. Kişiləri da, sazda o idi, Şıq Məmməd var, bizim sintisat rifatçımız o idi, mən qardaş Şaiq idi. Dəstəmizi yaratdıq, uzun müddət işlədik, hardasa nə bilim, 10 ilə yaxın işlədik. İndi də yenə həmən dəstənin elə bir ki, bir-iki nəfər işlə bağlı, indi Eldəniz Rusiyadadır, Allah şınavan eləsin. Qalanın elə demək olar ki, yerində də çalışırıq da indi. Bölgəmizdə gedirik, toylarımıza, kəndimizdə gedirik. Bəzən deyirlər ki, musiqiçi biraz şeyə gələndə, toya gələndə biraz dəm olmalıdır da, belə, bəlkə, belə sərxoş olmalıdır, biraz belə
nəsə deyim, halda olmalıdır. Valla əvvəl mən o cavan vaxtlarımda olub, mən də içmişəm də. Amma sonralar hiss elədim ki, yox, bu insanı uçurum aparır. Yavaş-yavaş o ilə qaçdım o işlərdən. Yaxşı işdir. O, yəni ki, ola bilər indi kimsə nəsə ləzzət anlayar o içkidən və yaxud da sigaretdən, nəsə də o tipli şeylərdən. Amma yaxşı şeydir. Şahin, incəsənət çətindir, çətin sahədir, musiqi olsun. İnsanın o mənəviyyatına, əxlaqına, psixologiyasına necə təsir edir? Özümdə belə fikirləşəm ki, incəsənət qəşəng sənətdir. Amma həmişə o təmiz insanlarla, səmimi insanlarla düşərsən, o səni başa düşərsən, onu başa düşərsən. Sən sözü ona çatdıra bilərsən, o da sənə çatdıra bilər. Amma təəssüflər olsun ki, bu günləri bəzi yerlərə gedirsən, elədir ki. Görürsən ki, əlində balta gəlir, baltanı misal deyirəm. Bu belə olmalıdır, bu belə olmalıdır. Qardaşsan belə, bilmirsən nə alırsan, belə eləyirsən, dədən ölür, belə eləyirsən, aman ölür. Yəni ki, çətinliyi var elə. Yer gəlmişkən, şeylərdə, məclislərdə nəsə bir hücum olsun və şəxsən sənən və da ansambllarda belə şeylər olub? Olma bax, özü hərdən birdən görsən, heç kim məclisində bir toy işi belədir ki, heç kim məclisində. Hərdən birdən görsən ki, nəsə olur da. Deyirsən, davadı düşdü. Bir dəfə Naburda toy deydik. Nabur yox, Xilmillidə. İçki məclisidir. Vurub dəmləşiblər də. Aləm qatı kimi, baltı ilə, lafatkı ilə. Bir nəfərə tanımıram da, heç birini tanımıram. Bir nəfərə bir dənə itələtmə gəldi, o da sinizatörün gəldi, oturdu üstündə. Sinizatörün belə qıçları vardı. Sındı, dağıldı, töküldü, nə bilim, aləm qatışdı bir-birini. Yəni ki, çətinlik olur, amma yaxşı sənətdir. Allah elimiz obamıza həmişə toylar nəsib eləsin, şadlıqlar nəsib eləsin, işlər nəsib eləsin. İnşallah. Sən öz ifalarına qulaq asırsan, sonra yaxud da nə bilim, nə vaxtsa? Qulaq asıram. Xoşuna gəlir öz ifaların? 50-50. Şahin, bir də var ki, məsəl üçün, hamı bu ildə, obada tanıyırsan ki, məsəl üçün, bu məclisə girsə, bu musiqiçilərə yaxınlaşsa, filan havanı ya sifariş verəcək, yaxud da musiqiçi onu bilib özü ifa edəcək. Var elə görərkən nə olub elə adamlar? Elə adamlar, Allah rəhmət eləsin, bizim elə bir gitara ifaçımız var, deyiləniz. Onun nənəsi vardı, Emine arvad. Rəhmətli Bahadur əminin arvadı. O arvad həmişə 14 rəqsini oynayardı. Biz də ifa edirdik bir rəqsdə, bir partiya, iki partiya, üçüncü partiyada güya da indi aslında bir barmaq, güya yaxşı bir barmaq eləyirdin. Arvad sıra tuturdu ki, burada nəsə düz olmadı da, barmağı ilə işarə eləyir ki, düz sakinə, düz ifa edirdin. Var kəndimizdə elənçinə adamlar olubdu, rəhmətli Veysel əmidir, Minadinin atası. Sonra Köylər kəndində yaşayırdı, Allah rəhmət eləsin. Rəsul kişi, qarmon ifaçısı Cahidin babası, Mehmanın atası. Yəni belə insanlar var. Allah ömür versin, xeyir ömür versin. Dünya malı qardaş var məsələn. Bilirsən Toxun Əcrən, bilirsən ki, mahnısı Heyva Gülüdür. Özən orada başqa mahnı çalsın, Sironov mahnı dayanacaq, təzdən bir də sifariş edəcəklər ki, bu adamın mahnısı budur. Çox indi Facebook var, sosial şəbəkələr var, ondan görürəm ki, məsələn, bizim Göylər ifaçıların rayon tədbirlərində hər halda mənim qarşıma çıxmır. Bu nə ilə bağlıdır? Niyə olmur, yoxsa necə? İndi biraz ki, ancaq bu rəsmi işdə kim işləyirsə, onlar gedirlər. Bizim kəndimizdən bir Ruslan Adgözalovdur, məsələn. Cahiddir, deyilə qonşumuzdur, burada da qarmon ifaçımız. Elə bir Allah axtarırdım, yadını tapmadım. Qarmon ifaçımız o vaxtı bir xeyli Cahiddə, Sinsatorda işlədi bizi ilə. Öndə gedən, yəni ki, olardı da, həm təhsillidir, həm də maşallah, Allah işlərinə vand eləsin, fəxrimizdir hər biri. Rayon tədbirlərində, Respublika tədbirlərində də hətta iştirak edirlər. Şahin, olub ki, yadıma düşmüşkən bunu da soruşum, olmur ki, kimsə nəsə deməli, sifariş versin, onu bacarmayasan, belə düzün desək. Olub. Nə olub bu? Elə bir zaman ədir ki, hər gün bir dənə mahnı yox, bir neçə mahnı, nə bilim,
çıxır da bunun hamısını bilmək mümkün deyil. Bir də görsən gəlir deyir ki, plan mahnı eşitməmişəm də bilmirəm. Olur, elə hallar olur. Şahin çox təvəzzökardır. Hədsiz təvəzzökarlığı bəlkə onun karyerasına bir maneə olub. Hə, nə düşünürsən? Aydın məsələdir. O balıq dəryada böyüyər də. Yəni ki, məktəbinə getsəydim, biraz da o tərəflərə getsəydim daha gözəl olardı. Yəni, bəlkə də o istədiyiniz məqamların hansınasa gəlib çata bilərdim. Amma orada səhvim valla boynuma ki, getmədim biraz. Yəni ki, o istiqamətə elə buralarla kifayətləndim. Narazılığın yoxdur. Narazılığım yoxdur. Taleyindən, nə bilim, işindən, sənətindən? Yox, heç birindən. Bugün cəmaət arasında, elimizin arasında, bölgəmizdə, yəni ki, az para sevilirəmsə, yəni ki, bir 10% olsa, bu məni vəs edir.